بيع التقسيط. بيع التقسيط Hisse ödənişlə, taksitlə satış. Dövrümüzdə hisse satışın formaları çoxalıb. بيع سلعة بثمن مؤجل. Onun ümumi forması budur. Bir malın ödənişini təxirə salmaqla və müəyyən zaman kəsiklərinə, taksitlərə bölməklə nağd qiymətindən daha baha satmaq. بثمن مؤجل منجم يعني مقسم على أزمنة معينة أكثر من ثمنها الحاضر. هذا بيع التقسيط. كبيع السيارة. Məsələn, bir maşının qiymətini təxirə salaraq hər ay, hər 2 aydan bir və ya hər 3 aydan bir ödənilmək üzrə bölüb satırsınız. Bu zaman qiymət nağd qiymətdən baha olur. Məsələn, maşının nağd qiyməti 50 min olsa da, hissə aylara böldükdə 80 minə satılır. Bu məsələyə baxdıqda deyirik ki, hissə satış mübahdır, icazəlidir. Niyə? Çünki ticarətdə əsl olan ilkin qayda halallıqdır, mübahlıqdır. نقول بيع التقسيط مباح. لماذا؟ لأن الأصل في البيوع الإباحة. وإذا قال قائل بيع التقسيط مباح لا نقول له ما الدليل. Əgər kimsə bu satışın halal olduğunu deyirsə, ondan dəlil istənilmir. Amma kimsə bu satışın haram olduğunu iddia edərsə, biz ondan dəlil tələb edirik. Əgər gətirdiyi dəlil müzakirələrdən salamat çıxarsa, hökmü qəbul edilir. Əks halda rədd olunur. أخذ بحكمه وإلا رد حكمه عليه. بيع التقسيط الآن له صور كثيرة. طيب أنا سأذكر لكم. İndi isə bəzi nümunələri qeyd edək və onların halal olub olmadığına baxaq. Bir şəxs qızıl dəstə alır. Nağd qiyməti 100 mindir. Lakin o, bir il müddətinə hissə ödəməklə 150 min alır və ticarətdə əsl olan halallıqdır deyir. Biz ona deyirik ki, sən haqlısan, ticarətdə əsl olan halallıqdır. Lakin bu əməliyyatda şəri bir maneə var. Çünki qızılın ödənişini təxirə salmaq olmaz. Bu malda ödənişin müqavilə məclisində əlbəəl, nəqd olması şərtdir. وقال الأصل في البيوع الإباحة. نقول له أنت نصف فقيه. نعم الأصل في البيوع الإباحة، لكن وجد في هذه المعاملة مانع شرعي، لأن السلعة هنا لا يجوز تأجيلها وهي الذهب، بل يشترط فيها التقابض في مجلس العقد. فهنا خرجت عن القاعدة لوجود المانع. Burada şəri maneə olduğu üçün ümumi qaydadan çıxır. Bəzi insanlar internet vasitəsilə qızıl, gümüş və ya valyuta alırlar və ödəniş dərhal, əlbəəl baş vermir. Onlar da əsl olan halallıqdır deyirlər. Xeyr, bu icazəli deyil. Çünki bu malların müqavilə anında təslim alınması şərtdir. ولا يحصل فيها التقابض. ويقولون الأصل في البيوع الإباحة. نقول لا، ما يجوز، لأن هذه العين يشترط فيها أن تكون مقبوضة في مجلس العقد. طيب شخص قال أبيعك سيارتي هذه. Başqa bir nümunə. Şəxs deyir ki, maşınımı sənə hissə satıram. Əgər 1 il ödəsən 120 minə, 3 il ödəsən 150 minə, 4 il ödəsən 200 minə. Alıcı da razıyam deyib müqaviləni belə bağlayır. Bu satış da icazəli deyil. Çünki satışın səhih olması üçün müqavilə anında qiymət qəti, sabit olmalıdır. Burada qiymət məchuldur, naməlumdur. 120, 150 və ya 200 min olacağı bəlli deyil. لأنه وجد هنا مانع شرعي، لأنه من شروط صحة البيع أن يكون الثمن مستقراً عند العقد.
Lakin əgər satıcı variantları saydıqdan sonra alıcı mən 3 illik variantı seçirəm desə və satıcı satdım desə, bu satış cümhur, əksər alimlərə görə səhihdir və doğru rəy də budur. Çünki müqavilə sabit bir qiymət üzərində bağlanmışdı. Ondan əvvəlki söhbətlər isə sadəcə bazarlıq, qiymət sövdələşməsi idi. إن قسطتها على 3 سنوات فهي ب200,000. قال أريد 3 سنوات. قال بعتك. هنا البيع صحيح عند جمهور أهل العلم وهو الصحيح. لماذا؟ لأن العقد قد وقع على ثمن مستقل. أما ما قبل فهو مساومة. Hərçənd elm əhlindən bəziləri bunun qadağan olduğunu və bunun bir satış daxilində 2 satış hökmünə girdiyini demişlər. Lakin bu, hədisi anlamaqda bir xətadır. Çünki bu, bazarlıqdır. İnsan nağd bir şey almaq istəyərkən gəlir, deyir, bu neçəyədir? Satıcı deyir, 100-ə. Alıcı deyir, xeyr, 80-ə. Satıcı deyir, xeyr, 90-a. Sənin xətrinə 95-ə, deyir. Burada 4 fərqli qiymət zikr olundu və o 95-i aldım dedi. Bunun heç bir zərəri yoxdur. Zərərli olan müqavilənin nəyin üzərində bağlandığıdır. Beləliklə sözündən anladıq ki, hissə satışın halal olması üçün malın müqavilə məclisində təslim alınması şərt olan mallardan olmaması lazımdır. Beləliklə, qızıl, gümüş və kağız pullar, valyuta buradan çıxarılır. Onlarda hissə satış baş tutmaz. Dirhəmi Səudiyyə riyalı ilə hissə sata bilməzsən. Qızılı hissə sata bilməzsən. Gümüşü hissə sata bilməzsən. Həmçinin anladıq ki, hissə satışda qiymətin sabit olması şərtdir. Əgər sabit olmazsa, qaydadan çıxar. Yaxşı. فإذا لم يكن مستقرا خرج عن القاعدة. طيب. Bir nəfər bir şəxsin yanına gəlib deyir, vallahi şeyx, mənə xüsusiyyətləri belə-belə olan bir maşın və ya xüsusiyyətləri belə-belə olan bir ev lazımdır. O biri deyir, yaxşı, sənə 100.000-ə satıram. Alıcı da qəbul etdim deyir. Bundan sonra o şəxs gedib bazardan o maşını axtarıb tapır, satın alır və həmin adama satır. Bu satışın hökmü nədir? Bu satış icazəli deyil. Çünki o, sahibi olmadığı malı satmışdı. Lakin əgər bir kəs gəlib, vallahi, mən belə-belə xüsusiyyətləri olan bir maşın almaq istəyirəm desə, amma hələ müqavilə bağlamasalar, o biri də maşın onda yoxdur. Gedib maşını satın alsa, sonra gəlib desə ki, ey filan kəs, istədiyim maşın mənim yanımdadır, məndədir. İstəsən 100.000-ə al, istəsən tərk et, alma. O da satın aldım desə, bu satış əksər alimlərin rəyinə görə səhihdir. Çünki bu, əsl qaydaya daxildir. Ticarətdə əsl olan isə halallıqdır. عند جمهور العلماء لأنه يدخل في الأصل وهو الأصل في البيوع يعني الإباحة.